Necəsiz? Niyə ağlamırsınız? Az ağlamamışam, tezə durmuşam yuxudan. Canım çox sağ ol. Yo, ağlamamışam, yuxudan durmuşam. Gözləyirəm Deniz kimsin çıxsın, sonra mən gedim. Daş başına, çox sağ ol. Kameranı sil. Nə olub ki? Mutlu göstərir. İndi necədir? İndi necədir? Yaxşıdır. Fərqli görünürəm çünki dodağımı çıxartmışam ona görə. Narahat olmuyor. Xüsusi təkliflər gəlir. Az dünəndən nə canlılara baxıram. Qırğın davalar gedir, görmürsünüz ay bacı. Oğlum necədir, yaxşıdır ürəyim. Asa, indi ekran kayıtlarına. Dünən baxa bilməmişəm, bugün baxmışam. Ekran kayıtlarına. Az ağlamamışam, yuxudan durmuşam. Asa, dəhşət, mən şokdayım. Quran haqqı. Dünya səni tərifləyirdi. Dünya mən həmişə demişəm də yaxşı qızdır. Mən o həyatda görmüşəm, yaxşı qızdır. Belə balaca uşağı istəyirsən. Doğrudan, iyi deməyim. Açamıram, canlı qızlar, kompleksim var dodağımdan. Sabah Qubadayam qızlar. Qubadakilər, sabah gəlirəm Qubaya. Sako səni tərif. Gördüm, Allah canını sağ eləsin. Gördüm mənim Sakon çıxışını, mənim videolarını tağ eləyiblər. Heç nə deyə bilərəm. Öpürəm anasının əllərindən. Heç olmasa kimsə çıxdı, haqqını deyən oldu. Səni çox istəyirik, canımsan. Dodağım belə yaxşıdır, oradan. Giymişəm yeni nənə xam adı nədir, jaketimi. Ayşənin də çıxışını gördüm. Doğrudan o qız da mənə tərifləyirdi. Heç olmasa bu platformada çıxan oldu tərifləyənlər. Heç vaxt, həyatı boyu Quran haqqı, yox, heç vaxt. Və bəlkə enerjin yoxdur. Bu barədə danışacağım sizə, amma hələ yox. Vaxt gəlsin, söz verirəm sizə, niyə belə olduğunu, niyə belə deyirəm. Onda siz bəziləriniz mənə çox haqq verəcəksiniz. Çox. Biraz səbirli olun, söz verirəm sizə. Hamısını, hər şey haqqında, hamısını açıb oturub sizə bir uzun bir video olaraq çəkib səhifəmdə paylaşacağım. Və ondan sonra o hansı ki bəzi qınayanlar, onlar görüm onda ümumiyyətcə ya söhbət gedir. Niyə belə artıq aktiv olmadığım üçün, nə səbəbdir, nə deyil.
Lemuşun üstüne çok yediler. Belki Arzum daha çok sevirdik. Daha kanatlarımı kırdılar da. Həmişə çörək yediyin insanlar özlərini prav çıxartmaq üçün ya sən əxlaqsız olursan, niyə sosial şəbəkə istifadə edirsən, ya yanındakı olan yoldaşın sənin boynu yoğun çıxardırlar, onlara reaksiya verməyəndə nə bilim, çox şey var prosta. İnsanlar özlərini prav çıxartmaq üçün hər şey ortaya qoyurlar, fikirləşmirlər. Hər şey ortaya qoyurlar. Bəlkə Allah elməmiş, elə bir şey deyərəm, elə bir nəsə şey deyərəm, nəsə olar, nə bilim. Elə insanlar var ki, ətrafında, onlar sosial şəbəkədə yoxdur. Amma candığım dediyimiz insanlar var ki, müdafiə eləyərsən, hər cür arxasında durasan, sonra bir dənə təkərə düşəndə sənə əxlaqsız, pozğun adı verər, özünü prav çıxartmaq üçün. Allah bizim mərdimazar insanlardan uzaq eləsin. Mən həmişə demişəm, mənim haqqıma girən, mən çox şey edirəm, prosta demirəm. Haqqıma girəni evindəkinin başına getirsin. Nərgizim, necəsən? Tək o yox.
Bir dənə onu bilirəm ki, bu platformada mənim ailəmi dağıtmaq istəyən çox adam oldu. Stolumda oturduğum dost dediyim qardaşım, bacım, onlar belə. Bu həyatda bir dənə onu istəyirəm ki, 4 balamın ağı tutsun onları. Başqa işlə. Söhbət tek bir nəfərdən getmir ha. Hörst auf zu heulen oder ich mach aus. Yaxşı. Все, yaxşı baxdı. Arzu, Aycan. Danışın görün. Beni sonra anlayır mən. Heç bir çındıra bir görəsən bir göz yaşı görmək istəmirəm. Deyirəm, mən sən arxında durmuram ki, sən kimisə görə göz yaşı tökəsən. Kimlərəsə görə söhbət bir nəfər deyil, bir iki nəfərlərdir. Bist du fertig mit Duschen oder gehe ich duschen? Wessen Zähne küsst du? Hä? Wessen Zähne küsst du? Sagst du, nein, ich küsse an ihn. Okay. Mamas, habe ich gesagt. Mamas? Ja, die Mamas. Ich habe die Mutters gesagt. Die haben geschrieben, dass der... Ja, ich habe gesagt, danke, ich küsse Mamas Herz. Warum sagst du danke, wenn ein Mensch die Wahrheit sagt? Nein, wegen Verteidigung. Ja, zu heulen, warum heulst du? Bist du schon wieder reingekommen, um zu heulen? Yazdılar elə emosionallıyım da mən. Yazımında yersiz emosyonel oluram. Can, çox sağ ol, təşəkkür edirəm. Hansı dəstürüm? İnşallah sabah Qubadayıq qızlar. Burada Qubada yaşayan var. Dings hat angeschrieben. Rentakar hat gesagt, kommt, holt das ab. Heute. Nein, die wollen das Schwarze haben. Nicht sein, die wollen die Schwarze haben. Die brauchen das. Wo ist das? Nermanov. Wie lange brauchst du zum Duschen und so? Dann geh du duschen, danach gehe ich nach dir. Eine Stunde werde ich gleich brauchen. Okay. Du kannst duschen gehen. Mən də girdim, ax söhbət edirəm. Ich will mich selbst rasieren. Dudağına nə olub? Dudağımı çıxartdırmışam. Hə, Qubaya inşallah sabah. Qızlar, Qubada bir dənə yer var idi.
şeylə iptə zətdə belə gedirsən, nə deyir? Azərbaycanca nə deyirlər ona? Belə qızıl rənglə dekor eləyiblər oranı. Ora açıqdır, hə, indi. Kanat, hə, kanat. Azərbaycanda kanat deyirlər. Hə, kanat. Hə, bax ora. Oralar açıqdır, hə, indi. Bir də Qubada hara gedə bilərik qəşəng? Kanatda zətdə olmuşam. Ja, du wärst links in Panik. Niyə ki? Yox, mən ona minməyəcəyəm ki. Qar yağır Qubada. Yox, Qubaya gedirik sabah. Qar yağır Qubada. Sabaha qar deyiblər ora. Denizli qar yağır. Warum nimmst du immer 50 santimetr deyir. Warum nimmst du immer diese Sachen, was ich benutze? Basdən. Nimmst du jetzt mein Kaffeeglas, damit ich keinen Kaffee mehr Gəl aşkım, Jedes götür. Mal das Gleiche. Götür. Ay Allah. Bir də aşkım tezə stəkan götür də, nə problem? Ay Allah. Hər şey söz eləyir. Bax stəkan, kofe stəkanının arxasına qoymuşam. Deyir, niyə iminlə mən götürdüyümü götürürsən? Hər bir stəkan yoxdur evdə. Yağmır. Deyir, amma sabaha qar var. Matinicisən. Ne yazıb? Mən şabraha doğurum. Otum. Nə bilim qızlar. Ümumi. Deyir, dostuvu tanımaq istəyirsənsə, biraz cımcıq elə, iç üzü çıxsın üzünə. Ətrafını bilmək istəyirsinizsə, söhbət sosial şəbəkədən getmir, ümumiyyətcə. Əgər sizin həyatınızda dostunuz, tanışınız varsa, onu biraz cımcıqla. Cımcıqla biləcəksən, iç üzü nədir, nə deyir. Həqiqət üzü çıxır ortalığa. Bir damcı cımcıq ver, cuzi cımcıqla, bütün sifətini açıb tökəcək sənə. Onda sən biləcəksən, o insan yaxşıdır ya yox. Cimci, yaxşı cimci. Belə cımcıqla da bir damcı cımcıq elə, iç üzü çıxacaq ortalığa. Günka evdədir, evə gedib. Güneyl evdədir. Güneylin daşı düşsün bəzilərinin başına. Ich will keinen Kaffee anderen Okay, aşkım. für mich. Düz deyirsiniz. Yo, haqlısınız. Heç bir şey deyəmərəm. Hə, aşkım. Onun iş üzrə. Tək ondan getmiş aşkım. Qubada nə? Qubada Şaxdağ. Qubada Şaxdağ var. Şaxdağ Qubadan uzaqdır. Aşkım, ki Şaxdağa da gedək. Hə, das wird bestimmt für dich was für dich. Peki gedək heute Abend Şaxdağ. Bleiben wir da. Oradan çıxaq gedək Qubaya. Quba ilə Şaxdağın arasında nə qədər məsafə var? Sonra gedək Qubaya. Bugün gecə çıxaq yola. Gedək qalaq o Şaxdağda. 20 dəqiqə, yarım saat. Halbe Stunde. Quba und Şaxdağ. Bütün dağlar diyor ora, qar da özdə ora. Kiminlə? Denizlə, bir də Günellə. Hamı yazır ki, Şaxdağa gedin. Otuz saat nədir? 30 dəqiqə yəqin. Buzlu yol. Gecə yol pisdir. Niyə ki?
100 kilometr. Besləyir yarım saat. Buz olur. Gecə. Besləyir axı qar yağmır. Sabah yağacaq. İşkommet. Duman, sən kimsə harda yaşayırsan ki? Almanya'da ya Bakıda? Yəqin qızdır, hə? Duman, qızsan. Bugün hava yaxşıdır, hə? Sabaha qar deyiblər. İkimiz gedək. Denizdən mən tək. Açacağım oradan sizə canlı. Niyə bəlkə aktiv deyirsən? Arzudan benim əsər əlamət qoyurlar. Romantik yapın. Deniz yazdılar ki Deniz'den tek git. Romantik yapın. Biraz gül de. Arzu Aycan. Ne elirsə ətraf elbəsinə. Mən deyirəm də, stolundakı o adamı tanımaq istəyirsənsə, ona bir dənə cimciyat. Cimciyat iş üzü çıxacaq ortaya. Was hast du gesagt? Wenn du deine Freunde kennen willst, einmal kneifen, dann siehst du die wahres Gesicht. Birinci olursan ən namuslusu, ən qeyrətlisi, cimciydən olursan ən əxlaqsız, ən pozğunu. Az, hə, az. Ay, sağ ol, düzdür. Allah elədi. Nə yazıb Sədə? Arzu, biz dünən axşam gəldik, 5 saat yarım buzla gəldik. Sədə yazıb ki, biz 5 saat yarıma gəlmişəm. Hardan Sədə? Nazlı, necəsən? Hardan gəlmişsən Sədə? Şaxdağdan. Mən bir dənə düz demədiniz ki, Quba ilə Şaxdağın arasında neçə kilometr var? Saat demin, kilometr. Yollar təmizdir. 100 kilometr. Onda bayağı biriniz 100 yazırsınız, biriniz 20 yazırsınız. Qusardan Şaxdağa. Qusardan Şaxdağa. Qusar ha tərəfdir ki? Qusardan Şaxdağa. Qusar ha tərəfdir qızlar? Qəbələ. Mən Qubadan deyirəm. 20 kilometrdir Qubadan. Qubadan sonra Şaxdağ gəlir. Alacağım, acından ölürəm. Mach dich fertig, sonst kannst du mir gleich jede 5 Minuten anhören, dass du Whisky noch nicht fertig und dann Sən git, sonra mən git. Səbirli olun. Güyədə. Nə güyə ürəyim? Şaxdağ Musman. Nə deyə almaca yazıb, bilmə nə yazıb. Şaxdağ Musman doyfan. Şaxdağı keçirik. Yox, keçmirik. Təzə yolda biz Qubaya gedən Şaxdağı keçmədik axı. Olmuşam da Qubada. Sən bundansan. Gündəmazım. Öpürəm ürəyim. 45 kilometre uzaq durdu, yarım saatlıq yolda. Gedək görüm nə qərar verirlər. Mən deyirəm ki, bugün çıxaq. Bugün axşam çıxaq, 5-ci gün qaydaq. Bir gün olmasın da, 2 gün olsun. Gəlin, maraqlıdır. Gedin, maraqlıdır. Doğrudan Bakıdan biraz çıxaq. Elə üstəlik. O deyirək insan, bir rəngi insan üzə çıxar ha, sifətə. Onu bir də gördüm də, bir də. Vallahi.
Allah haqqı. O deyir, arxa rəngi insanın üzünə çıxarar. Yo, başqa adam üzün. İkiniz gedir. Niyə elə deyirsən ki? Jaketimə nə olub? Az nənə xanım jaketini giymişəm. Adiyə sənət ayda getirdik kluku. Qızlar, mənə hədiyyə gəlib. Makyaj paketi. Böyünə boyda. Göstəreyim onu sizə. Prosta söhbət ondadır ki, ayıbdır da, səhifəsini də bilmirəm. Səhifəsini də yoxsa tağ eləyərdim. Bir dənə mənə set göndəriblər. Çox qəşəng. Bir iki şeyini istifadə eləmişəm, açmışam, amma eybi yox. Göstərim. Biz mən onun səhifəsini necə öyrənim qızım? Bunu ekran kaydı eləyərsiniz də, biri biz mənə atarsınız. Sonra story'də atarım. Ayıbdır, o boyda hədiyyə göndərim. Gündəm az. Bir dənə bunu kaydı eləyərsən, amma ekran təmiz çıxsın da mənə atarsan. Getirim, mən gözləyin, getirim. Gözlə. Gözlə. Gözləyin. Bunları уже açmışam, istifadə eləmişəm. Necə göstərim sizə? Aşkım, şimdiden kapit uzaydı. Qızlar, ekrana tıklayın. Çox qəşəng şeylər göndəriblər də. Gözlə. Bu kartdır. Bunu özdə qiymətləri ucuzdur ya onda. Bax bu. Məndə var idi, Denias qırdı ya. Böyük paket göndəriblər mənə. Bunu. Və belə zəmbil eləyiblər. İçində çox şey var, indi göstərəcəyim. Ən çox bayıldığım bu idi. Buna bayıldım. Elə gözəl makyaj bu ilə indir. Bax qızlar rənginə. Özdə iyi də belə şirin şokolad dadı verir. Bu çox qəşəng. Bunlar sumkamdaydı, bunlar. Bir də bu rimana rənginə. Məndə bu rozovus idi, amma bu rəngi daha çox sevdim. Qiymətlər hələ bil ki, adı nədir? Normal mağazindən olan çox ucuzdur. İndi Trendaz mənə atanda şeyi, deyəm bu indi bunu da göstərəcəyim. Bunu linzalar mənə göndərib, onu göstərəcəyim. Bu linzanı neçə ildə Linza Bakudan alıram. Sonra tartın şeyidir. İşlədirdim deyə ona görə. Normal mağazindən ucuzdur qızda. Çox şey var. Sonra Huda Beauty'nin belə bir şey. Mən bunu istifadə eləmirəm. Amma bilirəm ki, bu xaricdə çox təriflənirdi bu. Mən pudra ümumiyyətcə gözaltı istifadə eləmirəm. Amma prob edəcəyəm. Belədir. İstifadə eləmişsiniz bunu. Belə Huda Beauty. Sonra. Bu budur qızlar. Bu superdir da. Çox qəşəngdir. Bu çox qəşəngdir. Qiymətini bunu bilmirəm. Yalan deyərəm. Amma gözlə. Bunu Güneldə gördüm. Kiko, onda da var idi bundan. Ona bir də rənginə baxın. Gör nə qəşəngdir. Kiko'nun pudrası. Gör nə qəşəngdir bax. Hamısı markalardır. Sonra mən görüm bu nədir görüm deyəcəm sizə. Bunun belə highlighter'ı. Həmən o şeyindi deyəsən. Bunu hələ görməmişəm, bax. Həmən bunun. Gör nə qəşəngdir. Bunu istifadə eləməmişəm qızlar. Qiymətləri çox ucuzdur. Sonra bu neyin içidir? Bunun içanı deyə içi yəqin buradadır, gözlə. Çox şey açmamışam hələ. Bu bilsiz hansıdır? Bu məşhur bu şey var. Dior'un pomada seti. Gör nə qəşəngdir.
Bleski də var ha qız. Bu nude'dır. Pamadası deyəsən. Bir dənə balaca şeyi. Belədir. Bu deyəsən balzamıdır. Neydi bu? Günel dedi ki, qiymətləri normal özündən çox ucuzdur. Onlar oradan alırlar makyajlarını. Günel axı vizajist makyaj eləyəndi. Bir də bu Benefit'i çox tərifləyirdilər. Tuşunu. Proba eləyəcəyəm. Bunu çox tərifləyirlər. Yox, xanım, orijinaldır. Özdə dedi ki mənə, Arzu xanım, QR kodları var üstündə. Harada dedi? Dedi, üstündə QR kodları var. De, bax, QR kodu ilə. QR kodu ilə orijinallığını yoxlaya bilirsiniz. Dedi, bütün məhsulların QR kodları var. QR kodları ilə hamısını yoxlaya bilirsiniz. Orijinallığı. Bu nədir belə? Az qaş sabitləyici. Mənim qaşım var, qaş sabitləyim. Günelin qaş sabitləyəsindən. Mənim qaşım yoxdur axı. Var ya, amma azdır. İstifadə eləmişsiniz bundan. Bunu eləməmişəm, yalan deyərəm. Və onları bilirəm, istifadə eləyirəm bunları. Və bunları. Bunlar çox qəşəngdir. Superdir. Doğruda, Günel də bundan istifadə eləyir. Mağazinin adını indi bilmirəm də. WhatsApp'ımda var, belə bilmirəm. Story'də paylaşacağım. Sonra bir də belə kistiçkası var. Bu neydi, pakovkası hansıydı? Bunu verərəm Günelə. Çünki mənim qaşım azdır. Mən nə sabitliyim. Bunu verərəm. Bundan Günel istifadə edir. Bir də bax, Günel bunu istifadə edir qızlar. Salonda da odur. Nəmləndiricidir, çox qəşəyindir. QR koddan yoxlaya bilirsiniz. Normal mağazindən ucuzdur. İndi özünüz öyrənib bilə bilərsiniz. Bax, onlar almazsınız. Bu. Günelinki boş idi içi. Sadə nəmləndiricidir. Superdir. Doğrudur. O zaman mən niyə bunları bilmirəm? Əladır. Bax, bu Günel də bunu eləyir. O vizajist axı müştərilərə bunu işləyir. Deyir, Arzu çox qəşəndir. İstifadə eləməmişəm. Yalan deyərəm. Sonra Dior'un Backstage plat. Bu pisiz hansıdır? Bu çox qəşəngdir qızlar. Baxın. Bunu görmüşəm TikTok'da. Gözləm. Daha nə qəşəngdir. Sen paleti. Bunun bir dənəsini göndərib mənə. O lap superdir. Bir də Huda'nın da şeyini göndərib. Gözləm. Deyir bu. Çox son açmışam deyəm. Bu idi. Deyir bu. Bax. Hamısının orijinallığını, QR kodları var. Deyir, o ilə yoxlaya bilirsən. Sonra, hələ burada böyük şeylər də var. Sonra bir dənə də şey göndərib qızlar. Kalendardır. Kalendar, bu nədir? Çox güzel. Nə qəşəngdir az bunun upakovkası. Mənə hədiyyə göndəriblər. Pudra. Çox qəşəngdir axı. Az bu nə qəşəng upakovkası var. Gözaltı için yaxşıdır. Bütün üzmə yox, gözaltı için. Sonra bu nədir? Bu da buna baxın qızlar. Deyəm. Bunlar açmışam. Bir dənə Huda'nın paletesinə baxın. Bir dənə bu paletaların neyi pisdir ki, yanında daşıya bilmirsən. Özü ağırdır. Bax, bir dənə. Bunu açmışdım, bax. Güneylə, bir daha buna baxın. Bir daha mor rənglərinə baxın. Çox ağırdır. Bax, göstərir də burada necə şeyi yoxlaya bilərsən QR kodla. Bax, bu ilə yoxlaya bilirsiniz orijinal olduğunu. Bir daha rənglərə baxın. Çox qəşəngdir axı. Story'də çıxandan sonra paylaşacağım. Çox qəşəngdir, bax.
İndi nədir? Mən deyirəm ki, çox qəşəng, ağırdır özdə. İndi mən onun dediyini deyirəm də qızlarsa. Dedi ki, Arzu, bura girirsən, QR kodla yoxlayırsan orijinal olduğunu. Sonra Nars. Görün bu nədir? Bunları obrusları iştifa eləmişəm bir-iki dənəni. Amma çoxsunu hələ açmamışam. Dedim hələ sizin açacağım. Mənə hədiyyə göndəriblər. Nə qəşəng. Az bu rimənadır. Parıltı iləndir. Bu güzgün açmaq olur burasını deyən. Nakleyka var üstündə. Ne belə? İçi parıltı iləndir. Göstərim, neysə bəyənsəz, özünüz eləyərsiniz. Sonra bu nədir? Bunun içi boşda. Bu yəqin bunun içindədir. Bunu açmışdım da. Həmən bu Bleskdən o bir yağ var idi, başqa rəngi. Bu Dior'un. Bir də bax, bu nədir? Qoy baxım. Güzgüdür, nədir? Christian Dior'undur. Az bu da qəşəngdir, rənginə bax. Hamısı markalardır. Qaş sabitləyici Günel çox təriflədi. İstifadə eləməmişəm. Nərmin, çox sağ ol. Qızın səhifəsini bilməmlə, WhatsApp'ımda var. Bu nədir be? Bu Victoria's Secret'dir. Kızlar bu nədir? Blesk'dir bu. Burada nə qədər dəyərində şey olar qızlar? Lip gloss, hə. Victoria's Secret'in lip glossudur. Bir də belə sabitləyici korobkanın içində. İyi necədir? Şirindir, qəşəngdir. 4-5. Nə qədər olar bunun içində hədiyyə? Genəldə 1000 manat olar. Nə qəşəng iyi var. Sonra bir dənə belə bir şey göndərib qızlar. Bunun içi boşdur. Yəqin çıxartmışam içindən. Bir də bax. Şıma. Nə qəşəng Victoria's Secret'indir. Nə ağırdı az bu. Yox belə. Parıltı iləndir. Deyəm nə baxım. Niyə gəlmədi? Çox gələr. Deyəm. Ağzı bağlıdır. Gözlə. Görün parıltı ilə. Yazıb ki, şıma iləndir. Deyə belədir. İçində zər var. Zərləndir qızlar. Nə qəşəng iyi var. Aşkım xişma. Beyl. Qızlar nə qəşəng iyi. Qəşəng də. Qızlar bunun iyi çox qəşəngdir. Deyə budur. Bir də mən bunu açım. Prosta video çəkmədim də. Bu var. Kalendardır. Bu da var. Bunu istifadə elədim. Yox, bu da var. Bu da Victoria's Secret'dir. Biraz ağır da elə bil. Yox, bu mənim 24. Yox, o qəşəngidir, babu. Bu, bir də bu. Bu çox qəşəngdir. Bu amma bu biraz ağırdır mənə. Bu. Amma obruslar süperdir. Bunu çox təriflədi Günel. Makyajlara bunu eləyir müştərilərə. Sonra bunları uca istifadə edirəm. Bunlar süperdir. Sonra bu çox qəşəngdir. Tuşu da çox tərifləyirlər. Yoxlayacağım. Bir də belə kalender göndərib. Gözlə. Mən bu kalenderi qapı açmaq istəmirəm də. Belə. Olar mən bunu bütöv belə açım. Qapı açmayayım. Hə? İndi bir qapı açırım sinə.
Nə yox? Qapı açın. 7 dənə də aç. Bir açın. Xoşunuza gəlir elə. Yaxşı, birdən başlayayım. İşimiz var da indi. Bir açıram. Bir boşluq da axı. Səhv açdım bəlkə deyəm. Mən belə şeyləri bacarmıram. İstəyən mən belə şeyləri bacarmıram. Səbrim yoxdur, mən məsələ bacarmıram. Səbrim yoxdur, mən məsələ bacarmıram. Səbrim yoxdur, mən məsələlərim üzdədir. Dondu canlım. Bu nədir? Qan qırmızısı. Azlab şeyler oxşadım ruhanlara. Bu ne kız? Az necə yağ kimi gedir. İkiden bu çıxdı. Aa, ne qəşəngdir bax. İkiden bu çıxdı. Açdım konkret. İndi 3 dənə çıxacaq. Ne şirindi baby, kopma. Ay, çocukluğumu hatırladım. Baby, kopma. Diye böyüyü axırda açarım. Bu da böyüydü. Balacaları bir balaca yox vardı. Bu nədir, Rümana? Bu. Burada makyaj şeylə ne yiyeceğim arkadaşlar? Aşağıda bilmirəm. Punch Revolution'ın kızlar. Bu deyəsən Abayla Revolution'ın markası da. Arzu çuşka köpeği olun kızlar. Az Revolution'ın dələr. Revolution'ın belə punçu var, üstündə də yazılıb. Bunu yuyanda şişir bu. Ay, çok tatlı. Bak. Yağmursunu açın. Kiprik. Bunu niye bütöy açtırmışsın ara kapı? Bu nedir? Sevgi kitabı. Az kitap da örtendi. Deli neneme oxşadın, yer soxum səni. Günə qəşən qırmızısı var. Bu rəng qəşəyini bax, bu, bir də bu. Bunlar çox qəşəyindi. Deli qız, canası qurban olaram. Tekrar açın belə də. Bir qapım qalıb. Niyə belə bütöy açdırmışsınız, qapı açdırırsınız? Benim səbrim yoxdur belə şeylər. Bu nədir? Bu deyəsən şeydir. Lip glossdur. Revolution'un bleskidir, parıltılı. Parıltılı rozvaya çalan glossudur. Sonra nə var? İndi linzalar göstərəcəm sizə. Bu hanı qızlar bu? Bu. Bu hanı? Bu hansıydı? Hanı bu? Bu hanı? Upakovkası burada da özü yoxdur. Bu
göstərdim sizə. Sən bilərsən. Bilmirəm axı, yoxdur. Demək nə idi? Qoy göstərmək ki, görmürəm. Bu idi. Az mənim pomadam var. Çox qəşəngdir. Bu idi. Bu da süperdir. O şey, Huda'nın paleti də süper idi. Sonra bu idi Christian Dior'un. Sonra Kiko idi. Amma o yox deyə. Öz əkiblər. Kiko'nun bu çox qəşəngdir. Bu gün elde də var idi. Buna bayıldım. Və bunu istifadə edirəm hindi gündəlik. Çox bəyəndim bunu mən. Bunu mən indi istifadə edirəm. Özə şokolad iyi gəlir. Bu superdir. Sumkamdan getdim götürdüm. Gördünüz də. Bunun məndə rozovsu var idi. Denias qırmışdı. Rozovadan çox bu rəngini bəyəndim. Onu da istifadə edirəm ucu. Budur. Bunu istifadə eləməmişəm hələ. Mən highlighter çox çəkmirəm. Budur. Sonra budur. Bu Christian Dior da məncə qəşəng olacaq. İstifadə eləməmişəm hələ. Amma o yoxdur. Budur. Bu neydi? Bundan tullayımda karabkalarla. Budur. Bundan çıxardım. Bu Benefit'in tuşu çox qəşəngdir. Bunu çox tərifləyirlər. Mən istifadə eləməmişəm. Yalan deyərəm. Dedi içində nələr istəyərsən. Günel təriflədi bunu. İşlətmişsiniz bunu. Bunu istifadə eləmişsiniz. Deyir bu çox qəşəngdir. Bu şey. Deyəm. Budur. Bu neydi? Trinova. Bu qaş sabitləyici idi. Qaş sabitləyici idi. Bu yoxdur ay bacı. Bu da boşdur. Yəni tapacağım. Sonra buydu, bu da idi. Bu şeydi, bu highlighter'ın idi. Deyə bu idi. Sonra şeydi, tart. Tart qəşəng, tartı istifadə eləmişəm. Sinyamızda qoydum. Sumkamda idi bu. Bu deyə bu bunlardır. Bu Huda'nın idi. Sonra bu palet idi. Bu palet süper idi. Palet ama çox ağırdı. Çox ağırdı ya. Rəngləri qəşəngdir də. Rənglərə bax. Bu çox qəşəngdir bu palet. Buna bayıldım. Ay qızlar, çox bir dənə şey var ki. Bunun burası yağlıdır, bax. Bilməm görürsünüz. Belə prozraçlı da qıraqları tendir. Çox interesli bir şeydir. Bu rənglər mənimdir də. Ən sevdiyim rənglər var bunlar. Palet çox qəşəngdir. Sonra budur. Amma bu çıxmadı, bu yoxdur. Bunu əkiblər. Bir də buna bayıldım. Dior'un. Mən Günelə demişdim bir dənə mənə obrisindən versin Dior gözaltı. De bunu. Buna bayıldım. Konsilləri ötbar. Mən pudra çox vurmuram. Bu necə açılır? Belədir. Belədir upakovkası. Orijinallığını hamısını QR kodlarından yoxlaya bilərsiniz. Üstündə belə QR kodlar var. Budur. Sonra bu nəmləndirici kremi idi. Sonra bu idi. Bunun iyi çox qəşəng idi. Parıltı iləndir. Victoria's Secret'in bu idi. Sonra bu da bunlar da kalendardan. Bir dənə də budur var. Bir də kalendardan bunlar çıxdı. Bunlar. Bir də bu broşkalar. Sonra bu iymənlikdir. Bu çox mənim üçün ağırdır. Amma bunun iyi süper idi. O bu ilə birlikdə çıxdı. Balaca paketdir belə. Victoria's Secret'in bleskidir. Bir də belə beden spreydir. İndi isə sizə göstərəcəm linzalarımı. Mən bunları... Bu çıxmadı. Qızlar. Bu nədir belə?
bu? Çıxdı hanı? Yoxdur axı bu marka. Hə, hanı? Ənlik. Ənlik nə deməkdir? Var, hanı? Bu yoxdur axı bu marka. Harda? Tuşun altında. Ay bala, tuşun altında Nars'dır. Rümana. Hansı ürəyim, hansı Rümana? Bu Christian Dior'dur. Yoxdur. Rümana hansı? Bu çıxmadı. Qızılı. Bu Gucci diye. Bu şeydir, budur. Bu yoxdur axı. Əlinin üstündə. Ay baby, bu yoxdur. Qurban olun, bu yoxdur. Aşkım, bu markanı görürsən burada. Burada. Здравствуйте, записать, ну. Hier, zwischen. Peki ben körüm, görmüyor, değil buradadır. Da ist doch. Hani? Auch da. Wie? Sie Aşkım, bu Gucci değil axı, bu başka markadır. da, hä? Was meinst du? Ich suche diese Marke. Ja, was interessiert mich deine Schminke? Deyirəm ki, görməm, deyir qabağındadır. Willst du, dass ich mal dich beleidige oder was? Aa, bu. De. Aha. Problem ist, wie gesagt, mir, dass du meine Schminke Alter, gestehen. Ay da söyleme. Asha. Asha. Deyirəm ağlım yoxdur, inanmırsınız. Şükür. Hə, nə olsun, mən də adamam da görməmişəm. İndi ki, o birisiləri göstərmişsən. O gün mən birisi həmişə Linza Baku'dan alıram da. Linza Baku mənə bir də linzalar göndərdi. Günel məndən birini əkdi. İstəyərəm süreçində taxım. Bunları mən necə göstərim taxmadan. Peki taxım bir-bir baxasınız. Taxım sizin üçün bir-bir. Tax, yaxşı. Görünə qədər linza göndərəm. Linza dünyanın axırıdır. Uşaq 5 ildir mən Linza Baku'dan linza alıram. İkisini göstərə bilməyəcəm, çünki ikisini Günel məndən əkib. Taxım. Adlarını da deyərəm, amma tələsdirməyin məni, çaşdırmayın, yaxşı? Belə yoxsa çaşıram. Suya da sırazı qoyum ki, itibat olmasın da, gəl bir-bir taxım. Burası indi mən makyajsızam da. Siz o linzalara makyajla baxın. Linza Baku'nun linzaları süper olur. Osman rengi var kimi ya. Taxdım. Gözlə. Az suyu qırağa dağıldı. Necə göstərim sizə? Ailə işığın da zaratkası yoxdur. Gözlə görüm. Aşkım git gir şimdi. Diyem de bunu eleyim, puzzle geldi. Bu şeydi, hun işte. Bakın. Bal rengi, hə. Bu daha çox təbiidir. Bez şeydir. İndi işıqsız göstərirəm də. İşıqla telefonum yoxdur da. Aa, var. Gözlə qızlar. Hani mənim o Azərbaycan telefonum aşkım? Deyəm bacı sizə göstərsin. Göstər. Baxın. Təbii deyir, az təbii görünmür, onu təbii. Yəni, hələ bir öz gözündür. Hələ göstərim ki, görəsiniz də. Əladır, hə, qəşəngdir. Hələ bir öz təbii gözündür var. Okey, bu bir. Adını da deyim sizə, Linza Baku.
Gözlə, bir göstərəcəm. Burada biraz şeylərləri də var. Deyəm. Adı Hazel. Phuket Hazel'dir adı. Deyəm onu da qoyum, yoxsa itibat olar. Gözlə. Bunları mənə hədiyyə göndəriblər qızlar. Ekran təmizdir də. Nərən taxım? Çox deyil insan. Açdım, töktüm sizin üçün. Bu bankadır. Adi yaşıl. Ayda bunu mən necə açım indi? Deyəm. Qoy birinci bunu axırda açım. Ayda bu nə qəşəng rəngdir. Bu açıq yaşıldır. Pinseti zad da var. Deyəm. 8 dənə Liza göndərib mənə. İkisini Gülənə vermişəm. 6 dənə, indi baxaram. 6 dənə. Yo, 8 dənə deyəsən. Ayda nə qəşəng rəngdir bu. Qızlar rəngə bax. Bu çox qəşəngdir. Ayda bu nə qəşəngdir. Deyən işığı yandırım bax. Çox qəşəngdir axı bu rəng. Buna bayıldım. Əladır, hə. Kodunu bilmirəm, adını deyə bilərəm qızlar. Adı deyəm. Aşkım qeyd ox duşun. Natural green. Deyə budur. Natural green. Yaşıl gedir. 35 manat. Bitte duschen, wenn ich muss noch andere Sachen klären. Du gesagt hast, du trinkst Kaffee, gehst deswegen. Ja, wollte ich auch, aber es ist was dazwischen gekommen. Es ist nicht 4 Euro. Gözlə. Qarışdırmayayım da bunları. Bu nə bitti? Nə bilim, bunların tırkasına gelmişəm də. Zəmbili neyniyim, atım? Aşkım. Deyəm, onu da qoyum da qızlar içinə. Mən pinset istifadə eləmirəm, atacağım onu. Natural green. Halım yoxdur taxmağa. Bunun adı nədir bunun? Bunun adı yoxdur. Bunun adı yoxdur. Tax. Hamısını taxdırırlar mənə. Yoxursuna baxaq. Linza Baku. Yoxursar gəl. Linza altdan xət Baku. Mən həmişə boğlandan alıram da. Alıram deyəndə ki, mənə hədiyyə edirlər. Nə yalan deyim. Ucu mən 5 ildə onlardan linza götürürəm. Mənə köynədir. Ayda bu rəng qəşəngdir. Taxmayayım da, hayıf deyəmsən, açdım, tökdüm. Günə qəşəng yaşıldır. Phuket Aqua. Taxma, hə. Bir də budur. Hə, onda 6 dənə göndərib. 4 dənəsi, ikisini də Günələ vermişəm. 6 dənə.
Onun adı belədir. Phuket Aqua. Ha, bir də bu var idi. Bu da çox qəşəng rəngdir. Bu tam yaşıldır. Bu nə qəşəng rəngdir. Hayıfda açmayayım. Necəsən Arzu? Can, yaxşıyam həyatım. Siz də yaxşı olun. Siz yaxşı olun, mən də yaxşıyam. Bir də makyaj şeyi getirim gəlir. İnan bu sevgiden, seni görüp seninle yeniden, o birinden arzumdu sevilen, seni görüp ömrüm boyunca ayrılamam. İnan bu sevgiden, seni görüp ömrüm var ozlamam. Hiç yerləşmədi. Arzu, Aycan. Peki vacib istifadə elədiklərimi bu yana qoyum. Hə? Hansını ki hələ istifadə eləməyəcəmsə atın bura. Ne göreyim? Все. Bas bunlara bak. Bunları da atarım. Dudağımı kızım. Ne oldu bas dudağıma? Aa, bir tane de linza var kızlar burada. 7 tane gönderip linza. Bas buna bak. Telefon evi teşekkür ederim. Bir de böyle yaşıl gönderip. Bunun hamısı özüm seçmişəm. Adı dedi ki bu linza Azərbaycanda heç kimdə yoxdur. Bax iminli bu. Qızıl upakovkada olan. Anlamı nədir bilmirəm amma. İminli bu. Adı Louis. Louis köpəyi oğlu. Bunları təmizləmək var ya az burada. Zəmbili tullayaram elə zəmbillə belə. Aa, bu qalıb. Ne bu? Ne şirindi. Neydi ben bu kadar makyajı? Sen dudağımı sil. Ha, de belə. Al. Yazı qız çoxdan göndərib, yadımdan çıxıb paylaşım.
Baxmaq olar aşkım. Ay gündəməz atarsan da video mənə. Öpürəm sizi, gedirəm. Gedim kimimi hazırlanım. Öpürəm sizi. Dodağıma bax hələ. Bu yekə dodaqda qəşəng görünər qırmızı. Bəzənəndə gələrəm. Gedim kimim. Dolğu eləm. Az yo, belə qalan mərəm. Hə, ayrı çəkmişəm. Yo, dolğusuz qalan mərəm. Öpürəm qızlar sizi. Getdim mən. Gedim nənə xanım jaketimi çıxardım kimim. Ürəyim siz çox sağ olun. Dolğusuz uşağa oxşayırsan. Dodağımı Mila eləyib. Dodağımda dolğu yoxdur qızlar. Mila dodağımı çıxardıb. Sabaha demişdi gəl dolğuya. Sabahki rayondayıq, gedəməyəcəyəm. Yəqin ki, həftə sonu gedərəm. Yo, dodağım belə qəşəndir. Yo, dolğusuz qalamıram. Öptüm sizi, getdim.